Исходя из текста, определите верный ответ на вопрос. Почему у молодых людей pортится zreniye? Niye gençlerin çoxsunun görmə qabiliyyəti korlanır? Dediyimiz kimi, dinləmə mətnimizdə televizor və onun bizim həyatımızda rolu haqqında ətraflı məlumat verilir. Hal-hazırda biz həyatımızı televizorsuz demək olar ki, təsəvvür edə bilmirik. Xəbərlərə, filmlərə, konsertlərə, idman verilişlərinə sürəkli baxırıq. Hər yaşda olan insanlar televizorla vaxt keçirir, yəni onun qarşısında oturur, naharını, şamını və dincəlmə saatlarını televizora bəzən sərf edə bilir. Təbii ki, televizorun mənfi tərəfləri də vardır. Bu da gənclərin onun qarşısında çox oturması ilə əlaqədardır. Hansı ki, televizor onların sağlamlığına pis təsir edir və buna görə də onların çox vaxt görmə qabiliyyətləri korlanır. Mətndən irəli gələrək Они много времени проводят перед телевизором variantını seçirik.